Həzrəti Musa Allahdan soruşur, Musa Kəlimullah Allahdan soruşur ki, sənin insan olmağın mümkün deyil də sən Allahsan. Allah insan ola bilməz ki, Allah Allahdır. Deyir, amma qeyri-mümkün də olsa fərz eləyək. Peyğəmbər də Allahla danışır. Fərz eləyək ki, sən insan timsalında yerə ensəydin, misal üçün, ki, mümkünsüz bir şeydir. İnsan timsalında, insan vücudunda yerə ensəydin, nə iş görərdin? Allah cavab verir ki, əgər belə olsaydı, mən insanlara xidmət eləyərdim. Yəni, Allahın Allahlığının da təcəllası insanlara xidmətdir. İnsanların xidmətində dayanmaqdır və olduqca ləzzətli bir həyatdır. Xidmətdə keçən həyat zövq verir, adamı təmizləyir, paklayır. Bir addım atın kimin üçünsə, görün nə qədər ləzzətli olur həyat. Hətta o adam sizi göynətsə də, incitsə də, bu nankorluqun, belə deyək də, o qədir bilməzliyin də bir ləzzəti var. Amma düz baxsan məsələyə. Düz baxmasan, zarıyacaqsan, küsəcəksən, inciyəcəksən ki, əşi, nə oldu, mən əlimin duzu yoxdur, mən belə, mənim bəxtim belədir, kimə yaxşılıq eləyirəm. Yaxşılıq eləyən deyinməz, yaxşılıq eləyən, yaxşılığını Allah üçün eləyib göndərib Allah'a. Mən üçün nə önəmi var ki, bu qarşıda olan bir dənə sağ oluna bəyəm, möhtacam mən kiminsə. Sağ ol onun borcudur, o heç. O sağ ol deməyənlərlə də Allahın öz hesab kitabı var ki, sənə yaxşılıq eləyənə sağ ol da demədinsə, sən necə insansan? O heç, amma sənə dəxli yoxdur məsələn. Sən öz işində ol.